Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasət haqqında danışacağıq. Qeyd eləmişik ki, Milli Şura, bəli, Milli Şura 1918-ci ilin may ayının 27-sində yaradıldı və deyirik nə baş verdi? Həmin vaxtı Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə seçilir ki, Məhəmməd Əmin Rəsulzadə də həmin vaxtı Batumda sülh danışıqlarındaydı. Yəni 1918-ci ilin may ayının 28-də həmin Milli Şuranın ilk iclası keçirilir. Və Milli Şuranın ilk iclasında qərarlar qəbul olunur. Qeyd eləmişik. Nə idi qərarları? Heç nə. İstiqlal bəyannaməsi qəbul olunur və bununla da deyirik ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılır. Fətəli xan Xoyskinin rəhbərliyi ilə də AXC-nin ilk müvəqqəti, yəni birinci hökuməti yaradıldı. Yəni Milli Şura qanunverici orqanı idi, birinci hökumət də icra edici orqanı idi. Yəni ümumiyyətcə biz dedik axı, müsəlman şərqində yaranan dövlətlər ya dini təməl üzərində yaranırdı, ya da ki monarxiya üzərində yaradılırdı. Amma artıq Azərbaycan Xalq Cümhuriyyəti demokratik prinsiplər əsasında yaradılmışdı. Azərbaycanın tarixində biz 3 dəfə respublika işləyəcəyik. Yəni 1918-1920-ci illər birinci respublika dövrüdür, 1920-dən 91-ə qədər İkinci Respublika dövrüdür və 1991-ci ildən bugünkü günümüzə qədər olan dövrdə 3-cü Respublika dövrüdür. Qeyd eləmişik ki, İstiqlal bəyannaməsi, bəli, İstiqlal bəyannaməsini zəhmət olmasa oxuyarsınız. Orada nədən söhbət gedir? Azərbaycan hansı ərazilərə əhatə eləməsidir, qonşularla mehriban münasibətlərin yaranmasıdır, eyni zamanda vətəndaşlara hansı hüquqların verilməsidir. Bunların hamısı İstiqlal bəyannaməsində qeyd edilib. Biz əsas danışacağıq burada Batum müqaviləsi haqqında. Bəli, dedik ki, AXC-nin ilk tədbirlərindən biri 1918-ci ilin iyun ayının 4-də Batumda sülh və dostluq müqaviləsi olur. Yəni Osmanlı ilə AXC arasında imzalandı. Nə idi Batum müqaviləsinin şərtləri? Dedik ki, Osmanlı rəsmən ilk dəfə, yəni ilk olaraq AXC-ni tanıyır və eyni zamanda Batum müqaviləsinin 4-cü bəndi var idi ki, nə idi onun şərtləri? Heç nə lazım olduqda, yəni əgər təhlükə yaranarsa AXC üçün, bəli, orada silahlı yardım göstəriləcək. Həmin AXC-nin liderləri nə deyirdilər? Deyirdilər ki, Bakısız Azərbaycan başsız bədən deməkdir. Onu rəhbər tutaraq 4-cü maddəyə əsasən Osmanlıdan kömək istəyirlər. Bəli, Osmanlı da köməyə gecikdirmir və Nuru Paşanın başçılığı ilə kömək göndərir. Amma Sovet Rusiyası idi, Almaniya idi. Bunların axı narahatlığına səbəb olacaqdı. Ona görə də göndərilən ordu Osmanlı üzərindən çıxarılır və nə adlanır? Qafqaz İslam Ordusu adlanır. Biz birlikdə Qafqaz İslam Ordusunun 18 min hərbiçisi var ki, onun 6 mini türklərdən ibarət idi. Yəni Türk Nizami Ordusu idi. 12 min nəfər də əsasən Azərbaycanlılardan ibarət, könüllülərdən ibarət idi. Yəni cəmi 20 min, daha doğrusu 18 min ordusu vardı. Bəli, onlar Azərbaycana doğru hərəkət edən zaman artıq bu başladı Almaniyanı və Gürcüləri narahat eləməyə. Ona görə də 1918-ci ilin iyununda Borçalıda silahlı toqquşma baş verdi. Qeyd eləmişik, 1918-ci il Borçalı toqquşması. Həmin o Borçalı döyüşündə deyirik Osmanlı ordusu Alman və Gürcü qüvvələrini məğlubiyyətə uğratdı. Və ondan sonra Nuru Paşa 1918-ci ilin iyun ayında gəlib çatır hara? Gəncəyə. Gəncəyə gəldi. Ondan sonra düzdür biz sənəd üzərində yaratmışıq dövləti, amma bizim rəhbərlərimiz, qanunvericimiz, icra edicimiz oturub Tiflisdə, Tiflis dövrüdür. Yəni 1918-ci ilin may ayının 28-dən yaranıb və Tiflisdə də Azərbaycana gələ bilmirlər. Nə baş verir? Gürcüstan deyir ki, xahiş edirik ki, buranı tərk edin. 1918-ci ilin iyun ayının 16-sında AXC hökuməti də eyni zamanda Milli Şuradı tərk edir Tiflisi. Və bununla da nə başlayır? Gəncə dövrü başlayır. Yəni müvəqqəti paytaxt. Bax, Tiflis paytaxt olmuyor, bax. Mühacirətdə yaradıblar dövləti. AXC-nin iki paytaxtı olur, Gəncə və Bakı. Və deyir ki, 1918-ci ilin iyun ayının 16-sından Gəncə dövrü başladı. Bunlar gəldilər Gəncəyə və Nuru Paşa bunlara etimadsızlıq göstərdi. Niyə? Baxdı ki, bunlar demokratik, liberal ideyalar, Osmanlıda da vəziyyət fərqlidir. Baxır, bu dövlət indi yaranıb, hələ bu gəlib öz dövlətinin başına keçə bilməyib, indidən demokratiyadan danışır. Və bununla da nə baş verdi AXC-də? İyun böhranı baş verdi. 1918-ci ilin iyun ayının 17-sində yığıldı Milli Şura, icrası keçirir və deyir ki, istiqlaliyyətimizi qorumaqdan ötürü qərarlar qəbul eləməli. 2 dənə mühüm qərarı var idi. Biri nə idi? Milli Şura, yəni qanunverici orqan öz fəaliyyətini dayandırır.
və yerində nə yaradılacaqdı? Xoyskinin başçılığı ilə ikinci hökumət yaradılacaqdı. Artıq ikinci hökumət həm qanun verəcək, həm də icra edəcək. Aydın oldu. Məsələn, birincidə Milli Şura idi. Milli Şura qanunu verirdi, birinci hökumət icra eləyirdi. Amma artıq ikinci hökumətdə fərqlidir. Həm qanun verir, həm icra eləyir. Amma deyirlər ki, ikinci hökumətə 6 aydan gec olmayaraq Müəssisələr Məclisi çağırılmalıdır. İkinci hökumətin qarşısında da əsas mühüm vəzifələr hansıları idi? Bir, Bakını azad eləmək idi, bir də Azərbaycanın istiqlaliyyətini qorumaq idi. Ona görə də hərbi vəziyyət elan eləyir. Eyni zamanda biz bunu danışdıq. Burada qeyd eləmişik 1918-ci il Göyçay döyüşləri. Bəli, Bakı Xalq Komissarları səviyyədə. Bakı kimin əlində idi? Bolşeviklərin əlində idi, ermənilərin, rusların əlində idi. Həmin vaxtı artıq bunlar AXC-ni tanımırlar və ona qarşı müharibəyə başlayırlar. 1918-ci ilin iyun ayının 27-sindən iyulun 1-nə qədər aralarında 4 günlük Göyçay döyüşləri gedir. Həmin Göyçay döyüşlərində bəli, Qafqaz İslam Ordusu Bakı Xalq Komissarları Sovetini ağır məğlubiyyətə uğradır və Bakı istiqamətində yürüşə başlayır Qafqaz İslam Ordusu. Həmin vaxtı bunlar görür vəziyyət pisdir. Bakı Xalq Komissarları Soveti. Çünki nə idi? Rusiyadan kifayət qədər yardım gəlmirdi. Eyni zamanda hərbi bacarıqsız idilər. Ona görə də məcbur qalır 1918-ci il iyul ayının 31-də Bakı Xalq Komissarları Soveti istefa verir. Ondan sonra 1918-ci ilin avqust ayının 1-də nə yaradılacaqdı? Sentrokaspi diktaturası. Yəni burada artıq bolşeviklər yoxdur. SR-dir, Menşevikdir, Daşnaqdır, Sağdır. Yəni bu blok yaradır Sentrokaspi diktaturasını. Sentrokaspi diktaturası nə idi? Deyirik, əsasən erməni siyasi təşkilatlarından təşkil olunmuşdu. Hətta istefa verəndən sonra dedik ki, Şamiyan öz ətrafını yığıb qaçmaq istəyəndə onlar istəyirlər Həştərxana, oradan da Rusiyaya qaçırlar, lakin onları geri qaytartdırırlar və bəzilərini də aparıb Türkmənistanda güllələdirlər. Və bunlardan neynədir? Bunlar da bilir ki, Qafqaz İslam Ordusu gəlir, Sentrokaspi diktaturası deyirik, Densterlevi çağırır. Kim idi? İngilis qoşunu idi da, bunlar İngilis qoşun başında duran general idi. Densterlev çağırılır 1918-ci ilin avqust ayının 4-də. Densterlev gəlir, baxır ki, vəziyyət o deyil. Bakıda olan müsəlman əhali Qafqaz İslam Ordusunu gözləyir. Bakıdakı o yerdə qalanların da döyüş qabiliyyəti zəifdir. Ona görə də çıxıb getmək istəyirdi buradan. Bəli. Bu burada qalsın. Biz danışaq buradan Almaniya, Rusiya gizli sazişi. Bəli, həmin vaxtı, yəni 1918-ci ilin avqust ayının 27-sində Sovet Rusiyası ilə Almaniya arasında gizli saziş imzalandı. Nə idi məsələ? Almaniya deyirdi ki, bəs Bakı neftinin bir hissəsini ver mənə, mən də qoymayacağam Osmanlı ilə Azərbaycan AXC ordusu gəlib Bakını tutsun. Bunlar belə bir razılıq olur, amma sonradan biz deyirik Osmanlıdır, AXC-dir, bunların təzyiqləridir, Almaniyanın 1-ci Dünya müharibəsində olan uğursuzluqlarıdır və nəhayətində məcbur qalır həmin sazişdən imtina eləyir. Eyni zamanda qeyd eləmişik 15 sentyabr Bakının azad olunması. Bəli, Qafqaz İslam Ordusu gəldi həlləyici döyüşlərdə 1918-ci ilin sentyabr ayının 15-də Bakını azad elədi. Və bununla da nə baş verdi? Sentrokaspi diktaturası süqut eləyir. Ondan sonra 1918-ci ilin 17 sentyabrında AXC müvəqqəti paytaxt Bakıda, Gəncədədir axı, həmin paytaxtı Bakıya köçürdü və bununla da nə başladı? Bakı dövrü başladı. Deməli, Tiflis dövrü 28 may 16 iyun 1918. 16 iyundan 17 sentyabr 1918-ə kimi Gəncə dövrüdür. 17 sentyabr 1918-dən 27 aprel 1920-ci ilə qədər də Bakı dövrüdür. Eyni zamanda yazmışıq 1918-ci noyabr Milli Şura bərpa edildi. Bəli, çünki artıq biz dedik axı Mudros barışığından sonra Osmanlı ordusu tərk edir Azərbaycanı. Antanta qüvvələr gəlir, Antanta qüvvələr də etimad bəsləmir də, tanımır AXC-ni, imtina edir AXC-ni tanımaqdan. Ona görə 1918-ci ilin noyabr ayının 16-sında Milli Şura həmin də fəaliyyətini bərpa edir və nə edir? Deyir, yeganə qanunverici orqan olur. Biz dedik axı, ikinci hökumətdə vəziyyət nə cür idi? Həm qanunverici idi, həm icra edici idi. Amma artıq bu gəlir, deyir qardaş, qanunverici orqan mənəm. Və hətta 1918-ci noyabr ayının 20-sində Milli Şura qərar verir ki, Azərbaycan parlamenti yaradılsın.
Yəni bütün də millətlərin təmsil olduğu bir paratarı parlament yaradılsın və eyni zamanda bu milli azlıqlara böyük güzəştlər verilsin. Və bununla da deyirik 1918-ci ilin 7 dekabrında AXC-nin parlamenti fəaliyyətə başladı. Yəni oldu qanunverici artıq kim? Parlament. İcra edici kim olacaqdı? Hökumət. Bəli. Sədri kim olur parlamentin? Əlmardan bəy Topçubaşov. Lakin deyirik ki, həmin vaxt Əlmardan bəy Topçubaşov İstanbulda bizim səfirimiz olduğuna görə o gələnə kimi, yəni 1920-ci ilin fevralına qədər onu kimi idarə eləyir həmin parlamenti? Həsən bəy Ağayevdir, onun müavinləridir və eyni zamanda Məmməd Yusif Cəfərovdur. Bizim parlamentimiz tək palatalı olmuşdu, eyni zamanda 120 deputatdan ibarət idi, qanunverici orqanı idi, fəaliyyət dövründə 230-a yaxın qanun qəbul eləmişdi. Və bir neçə də qruplar fəaliyyət göstərdi orada. Əhrar idi, sosialistlər idi, Slavyan türklər idi, nə bilim, Müsavat, bir tərəflər, İttihad kimi partiyalar fəaliyyət göstərirdi. Və deyirik ki, 1918-ci ilin 26 dekabrında artıq 3-cü hökumət çağırıldı. Yəni biz bildik də ikinci hökumət, birincidə Milli Şura qanun verirdi, birinci hökumət icra eləyirdi. İkinci hökumətdə həm qanun verir, ikinci hökumət həm icra eləyir. Amma artıq üçüncü hökumətin dövründə parlament verirdi qanunu. Parlament qanunu verir, üçüncü hökumət də icra eləyir. Və üçüncü hökumətin qarşısına hansı tələblər qoyulmuşdur? Müstəqilliyi möhkəmləndirməlisən, nəqliyyat məsələsi, aqrar, maliyyə, ordu, ərzaq bu kimi məsələləri həll eləməlisən. Və eyni zamanda biz qeyd eləmişik ki, nədir bu? 1918 9 noyabr bayraq günü. Yəni artıq biz dövlət quruculuğundan danışıq. İlk bayrağımız bizim hansı olmuşdu? Qırmızı rəngdə. 1918-ci ilin iyun ayının 24-də. Yəni Gəncədə olan vaxtı ilk ulduzumuz indiki Türkiyə bayrağına bənzəyirdi. Qırmızı və 8 güşəli ulduzuydu. Amma sonradan, yəni 1918-ci il noyabr ayının 9-unda artıq nə oldu? Bugünkü gündə olan bayrağımız, yəni göy, qırmızı, yaşıl rənglərdən ibarət dövlət bayrağı təsdiq olundu ki, bugünkü gündə biz onu qeyd edirik dövlət bayramı kimi. Həmin o bayraq günü kimi qeyd edirik. Eyni zamanda 1918 27 iyun dövlət dili. Bəli, 1918-ci ilin 27 iyununda yəni Azərbaycan türk dili dövlət dili elan edildi. Bundan başqa qeyd eləmişik 1918-ci il vətəndaşlıq haqqında qanun qəbul olundu. Bəli, nə idi bu vətəndaşlıq haqqında qanun? Yəni deyir ki, nədir? Bax bu milliyyətindən, nə bilim, dinindən asılı olmayaraq valideyni və yaxud da özü AXC ərazisində doğulubdursa, artıq nə hesab olunur? AXC vətəndaşı hesab olunur. Və bundan başqa vətəndaşlığa qəbul olunmaq üçün sən xüsusi bir mətn var idi. Ona əsasən and içməli idin. Və bundan başqa 1919-cu ilin iyulunda Müəssisələr Məclisinə seçkilər haqqında qanun qəbul olunur. Lakin ora seçkilər keçirilməsi baş tutmur. Niyə? Çünki biz Sovet Rusiyası tərəfindən işğal edilirik. Orada da nə idi? Həmin Müəssisələr Məclisinə seçkilər haqqında qanuna əsasən biz deyirik ki, ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verildi. Yəni bütün vətəndaşlara 20 yaşına çatmısansa, Azərbaycan vətəndaşsansa seçkilərdə iştirak etmək hüququ verilirdi. Yəni qadınlara da seçib seçilmək hüququ verilirdi. Həmin o 1919-cu il iyulunda Müəssisələr Məclisinə seçkilər haqqında qanuna əsasən. Və bundan başqa biz Gəncə hərbi məktəbi yazmışıq. Bəli, AXC-də ordu quruculuğundan söhbət gedir ki, bizdə hərbi nazirlik ilk dəfə nə vaxt yaradıldı? Birinci hökumətin tərkibində olanda. Yəni Tiblis dövründə Xosrov bəy Soltanovun başçılığı altında, yəni biz dedik ki, hətta ilk hərbi nazirimiz Xosrov Paşa bəy Soltanov olmuşdu. Və eyni zamanda 1918-ci ilin iyun ayında nə oldu? Gəncədə hərbi məktəb fəaliyyətə başladı və bundan başqa hərbi xidmətə 20 yaşından çağırılırdı, artıq 19 yaşına endirildi. Və eyni zamanda yazmışıq 1918-ci il Milli Ordu. Bəli, artıq Müsəlman korpusu nə adlanmağa başladı? Əlahiddə Azərbaycan korpusu adlanmağa başladı ki, və bununla da Milli Ordu yarandı. Yəni biz bugünkü gün keçirik 26 iyun Milli Silahlı Qüvvələr günü. Bax, həmin məsələdir bu. Yəni indiki keçirilən bayramlarımızın böyük əksəriyyəti həmin 1918-20-ci illərdə olmuş hadisələrdir. Çünki biz özümüzü axı AXC-nin varisi elan eləmişik.
Və bundan başqa yazmışıq 1919-cu il AXC Gürcüstan sazişi. Bəli, 1919-cu ilin iyun ayında AXC ilə Gürcüstan arasında hərbi müdafiə və hərbi texniki əməkdaşlıq haqqında saziş imzalandı. Və dedi ki, bu da bizim milli ordunun formalaşmasında mühüm rol oynamışdı. Və eyni zamanda 1919-cu il Xəzər hərbi donanması məsələsi var ki, bəli, artıq biz dedik ki, neynədir? Bu İngilis qoşunları Azərbaycanı tərk eləyəndə dedilər ki, ləvazimatlarınızı verin bizə. Amma onlar da bizə vermirlər. Həmin vaxt Ağqvardiyaçılarla Sovet bir-biri ilə mübarizə apardı. Yəni Sovet hökuməti ilə Ağqvardiyaçılar mübarizə apardı. Onlar silahlarını Ağqvardiyaçılara verirlər, lakin az hissəsində bizə verirlər. Müəyyən silah-sursat verirlər, bir-iki dənə köhnəlmiş gəmini AXC-yə verirlər. Və bununla da deyirik ki, 1919-cu ilin iyul ayında Xəzər hərbi donanması yaradıldı. Və eyni zamanda qeyd eləmişik ki, Qarabağ General Qubernatorluğu. Bəli, artıq neynədir? Deyirik ki, bu əvvəlcə şeylər ki, buradaydı, Qafqaz İslam Ordusu. Ermənilər çox irəli gedə bilmirdi. Amma onlar gedəndən sonra Andranik başlayır, Zəngəzurdur, Naxçıvandır, Qarabağdır, burada soyqırım törədirdi və eyni zamanda orada yaşayan yerli ermənilər də onlara dəstək olurdu. Və dedik ki, ona görə də məcbur qalıb Qarabağ General Qubernatorluğunu yaradırlar. Ərazisi haraydı Qarabağ General Qubernatorluğunun? Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qazaları daxil idi. Başçısı kim olmuşdu həmin o Qarabağ General Qubernatorluğunun? Xosrov Paşa bəy Sultanov olmuş ki, deyirik qubernatorluğun mərkəzi ilə Şuşa şəhəri idi. Nə iş gördü Qarabağ General Qubernatorluğunda? Yəni Xosrov Paşa bəy hansı işləri görür? Deyir ki, məsələn, Andranikin Qarabağa basqınlarına son qoydu və eyni zamanda burada pozduruq işləri törədən Erməni Milli Şurasının fəal üzvləri var idi ki, onlar ölkə hüdudlarından kənara çıxarıldı. Və ondan sonra görürlər artıq vəziyyət odur. Şuşanın o yerli erməni əhalisi başlayır Xosrov bəyə ki, biz sizdən üzr istəyirik. Və bununla da deyirik ki, 1919-cu ilin avqust ayında Qarabağın o erməni əhalisi AXC-nin hakimiyyətini tanımağa məcbur oldu. Eyni zamanda qeyd eləmişik ki, Naxçıvan General Qubernatorluqları. Bəli, bunların elə Naxçıvana qarşı da ərazi iddiaları var idi ki, biz dedik ki, neynədilər? General Qubernatorluqdan danışmamışdan əvvəl biz danışaq ki, Araz Türk Respublikasının yaradılmasından. Onu AXC yaratmıyıb, yerli vətənpərvərlər, yəni Naxçıvanda yaşayanlar yaradıb 1918-ci ilin noyabr ayının əvvəllərində. Məqsəd nə idi? Dinc müsəlman əhalini ermənilərdən qorumaq idi. Eyni zamanda Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşısını almaq idi. O məqsədlə yaratmışdılar. Amma sonradan Araz Türk Respublikası məktub yazır ki, Cənub-Qərbi Azərbaycan adı ilə biz AXC-yə birləşdirir. Ona görə də 1919-cu ilin fevralında Naxçıvan General Qubernatorluğu yaradılır. Düzdür ki, fəaliyyət göstərə bilmir bir müddət. Çünki nə idi? Orada erməni idarəçiliyi fəaliyyət göstərirdi. Amma sonradan deyirik ki, AXC-nin güclü diplomatik təzyiqi nəticəsində həmin orada erməni idarəçiliyi ləğv olunur və Səməd bəy Cəmlinskinin başçılığı ilə Qarabağ General Qubernatorluğu Quba deyirəm, Naxçıvanda fəaliyyətə başlayır. Eyni zamanda qeyd eləmişik ki, Muğan Sovet Respublikası. Bəli, bolşeviklər yaratmışdı. Nə vaxt? 1919-cu ilin mayında. Harda? Lənkəranda yaratmışdılar. Nəyə bax, onların gəlib dövlətin içərisində dövlət yaratmağına nə şərait yaratdı? Çünki Sovet Rusiyası onlara separatçılığı üçün silah verirdi, pul verirdi, eyni zamanda AXC-nin başı qarışmışdı. Nəyə? Qarabağda ermənilərin soyqırımının qarşısını almağa. Ordunun bir hissəsi orada, bir hissəsini göndərmişdi şimala ki, hər an ruslar hücum eləyə bilər. Amma nəhayətində nə baş verdi? Həbib bəy Səlimovun başçılığı ilə Lənkəran əməliyyatı keçirildi və Muğan Sovet Respublikası ləğv olunur. Lənkərandır, Muğan ərazisi Azərbaycana geri qaytarılır. Yəni AXC-nin hakimiyyəti orada bərqərar edildi. Və eyni zamanda qeyd eləmişik ki, bura iqtisadi tədbirlər, bəli, iqtisadi tədbirlər haqqında danışaq ki, neynədilər? Məsələn, 1918-ci ilin iyununda belə bir şey oldu ki, ərzaq təhlükəsini təmin eləməkdən ötürü müvəqqəti olaraq ərzaq məhsullarının kənara çıxarılması qadağan olunsun. Və eyni zamanda hökumət neynir? Azərbaycan manatı buraxır. Və bundan başqa 1919-cu ilin sentyabrında Azərbaycan Dövlət Bankı yaradıldı.
AXC hökumətinin neft siyasətindən danışsaq, bəli, bizim əsas gəlirimiz nə idi həmin dövrdə? Neft və vergilər idi. Və artıq Azərbaycan nefti xarici bazarlara çıxarılmırdı. Vəziyyət pis idi. Əsas Rusiya vasitəsilə gedirdi. Rusiya ilə də aramız yox idi. Ona görə başladılar müəyyən işlər görməyə. Dedilər, məsələn, xüsusi mülkiyyət prinsipi bərpa edilsin. Yəni, kimin gəmiləri var idisə, torpaqları var idisə, hamısını qaytarın verin. Neft sahəsindən gedir söhbət. Bəli, və nəhayətində deyirik ki, nə baş verdi? Bu AXC-nin 4-cü hökuməti fikirləşdi ki, biz ruslarla münasibətləri bərpa eləməliyik ki, onlar vasitəsilə iqtisadi münasibətlərimizi bərpa eləyək. Amma sonradan deyirik ki, Bakı-Batum neft kəməri vasitəsilə bəli, Versal müqaviləsi bağlandı da. Versal müqaviləsinin 89-cu maddəsinə əsasən biz Bakı-Batum neft kəmərindən istifadə eləməyə başladıq və bununla da nə oldu? Neft ixracımız nizamlandı. Eyni zamanda yazmışıq ki, AXC-nin sosial, bəli, tədbirləri. Neyinir? Həmin dövrdə vəziyyət pis idi, inflyasiya var idi. Ona görə də bir neçə dəfə əhalinin maaşı artırılır və bundan başqa kasıb ailələrə yardımlar göstərilir. Hətta biz dedik axı 1918-dən 20-ci ilə qədər erməni vəhşiliyinə görə İrəvandır, Zəngəzurdur, Şuşadır, Şamaxıdır. Burada 300 mindən çox qaçqın var idi. Təzə yaranmış dövlət qaçqın problemi ilə üz-üzə qalırdı. Və bununla da neyinir? Onlara da bəli pul yardımı, ərzaq yardımı göstərilirdi. Və eyni zamanda 1919-cu ildə bəli Müsavat parlamentə neyinir? Aqrar islahat haqqında qanun layihəsi verir. Lakin həmin vaxtda olan o siyasi çəkişmələr, ikinci hökumətdə olan böhran nəticəsində həmin aqrar islahatlar həyata keçirilmədi. Və eyni zamanda mədəni tədbirlər haqqında danışaq, bəli. Neyinir? Deyirik 1918-ci ilin avqust ayının 28-də təhsil müəssisələri milliləşdirildi. Yəni məktəblər milliləşdirildi. Və eyni zamanda bu Nazirlər Şurasının qərarı ilə artıq Azərbaycan dilinin tədrisi məktəblərdə məcburi oldu. Çünki düzdür, o milli kadrlar hazırlanana qədər rus dilindən istifadə olmasına icazə verilirdi. Amma əsasən AXC bu milli dilin inkişafı üçün çox tədbirlər görürdü. Yəni deyir ki, əgər biz AXC-yi Azərbaycan Xalq Cümhuriyyəti dilimiz Azərbaycan türk dilidirsə, niyə görə tədris rus dilində aparılmalıdır? Və hətta deyirik məktəblərdə türk xalqlarının tarixi fənni tədris olunmağa başlayır. Bundan başqa Qazax müəllimlər seminariyası yaradıldı. Və eyni zamanda nə oldu? Bu xarici ölkələrdə oxumaq üçün 100 dənə gənc var idi ki, onları xarici ölkələrə, hətta dedik Rusiyada vəziyyət pis olduğuna görə 13 nəfər göndərmək olmadı. Yəni Almaniyadır, Fransadır, Osmanlıdır, İtaliyadır, Britaniyadır, bu ərazilərə xüsusi tələbələr təhsil almaq üçün göndərirdilər. Və bundan başqa 1919-cu ildə əlifba islahatı keçirildi ki, nə idi? Dedik ki, şeyə keçmək istəyirlər, Latın əlifbasına keçmək istəyirlər, lakin aqrar islahat kimi bu da baş tutmur. Niyə? Çünki Sovet istilası nəticəsində yarımçıq qaldı. Bundan başqa biz deyə bilərik mətbuat sahəsindəki 1918-ci il noyabrında AXC hökumətinin qərarı ilə mətbuat üzərində olan senzura ləğv edildi. Və bundan başqa məsələn cəmiyyətlər haqqında biz danışa bilərik